Mən çox istəyirəm ki, bütün Azərbaycanlılar Azərbaycan dilində bax bizim kimi danışsınlar. Yəni bu mənim arzumdur. Hörmətli cənab prezidentimizə ana dilimizin qorunması ilə bağlı çıxışına görə dərin təşəkkürümü bildirmək istəyirdim. Bu bizim üçün çox dəyərli mesajdır. Benim güzel mehriban, çok mezirek bir elim var. Danışanda baldadan Azerbaycan dili var. Bu fikirlər bizə həm stimul verir, həm də ki yeni güc, ilham verir və biz öz işimizi daha da məsuliyyətlə görmək istəyirik. Salam dəyərli müəllim, mən Milli. Mən isə Dilli. Biz Azərbaycan uşaqlarını dünyanın istənilən yerində öz dili, tarixi və mədəniyyəti ilə tanış edən bir platformun danışan səsi, döyünən ürəyiyik. Ana dili kimlikdir. Xaricdə böyüyən uşaqlar üçün Azərbaycan dili onların milli kimliyini, köklərini və mənsubiyyət hissini qoruyur. Mədəniyyət və tarix dil vasitəsilə ötürülür. Dil vasitəsilə musiqimiz, ədəbiyyatımız, adət-ənənələrimiz gələcək nəsillərə çatdırılır. Azərbaycanla bağlar qopmur. Cənab Prezident İlham Əliyevin Azərbaycan dili haqqında söylədiyi fikirlər hər birimiz dərindən həm düşündürdü, həm də eyni zamanda çox sevindirdi və ruhlandırdı. Cənab Prezidentin bir neçə gün əvvəl qeyd etdiyi dil o amildir ki, milləti millət edər müddəasından qürurlanırıq və icma fəalı olaraq məsuliyyətimizi dərk edirik. Dilim ata-anamın mənə sevdiyi dildir, mənim doğma dilimdir, Azərbaycan dilidir. Biz tələbələrimizə Azərbaycan dilini, tarixini, musiqimizi, rəqslərimizi, milli irsimizi, ən önəmlisi isə milli kimliyimizi tədris edirik. Bilirsiniz ki, xaricdə yaşayan uşaqlarımıza bir qədər daha fərqli, daha geniş imkanlar yaradır. Lakin bizim üçün milli dəyərlərimizin qorunub saxlanması və tədris edilməsi bir prioritet olaraq qalır. Bilirsiniz ki, diasporada böyüyən uşaqlar müxtəlif mədəniyyətlərin daşıyıcıları olurlar və bu özlüyündə çox böyük bir üstünlükdür. Bu da bizim uşaqlarımıza digər mədəniyyətlərə hörmət etməklə yanaşı öz milli kimliyi ilə fəxr eləməyi də öyrədir. Və bizim məqsədimiz Britaniya cəmiyyətinə uğurla inteqrasiya olunmuş və eyni zamanda Azərbaycanı sevən, onun dəyərlərinə sadiq bir nəsil yetişdirməkdir. Biz Praqada fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Evi olaraq ilk gündən həftə sonu məktəbi ilə həmin yol xəttini işimizdə davam etdiririk və bundan sonra da davam etdirəcəyik. Ana dilin şirindir, qəlbimizin nurudur. Ana dilini bilmək qəlbimizin vücududur. Azərbaycan dilində danışmaq xoşuna gəlir? Hə, amma biraz mənim anamla biraz bəlkə daha möhkəmdir. Evdə hansı dildə danışırsınız? Fin dilində və Azərbaycan. Papi ilə Fin dilində və ana ilə Azərbaycan dilində. Azərbaycana getmisən heç? Hə. Sözüm var Azərbaycanlılara. Sənə baxırlar, sənin yaşıdların sənə baxır. Öz ana dilimizi sevin. Məhəbbətlə vətəndə sənə qucaq açılar. Nə qədər çox qorusaq, nə qədər saf, təmiz saxlasaq dilimizi, milli kimliyimiz həmişə bərqərar olacaq.